Uşaqlar, vaxtınız xeyir olsun. MH99 sınaq topludan mövzu sınaq 10-u davam edirik. Birinci sualda 3 üzəri 80 üstəgəlsin 3 üzəri 82. Bu cəmidir 10%-ni tapın. Baxın, ortaq vuruq çıxardaq çölən 3 üzərində 80 plus 3 üstü 82 yazıram. 3 üstü 80 vurulsun 3 üstü 2. Bilirik də əsaslar eyni olanda üstlər toplanılır vurma olanda. Bu 82 deməkdir. Bu şəkildə yazdım. Hər ikisinin içərisində 3 üstü 80 olduğu üçün 3 üstü 80'i ortaq vuruq kimi çıxardırıq çölə. Burada qalır 1 plus. Burada da qalır 3 üstü 2. Bu 9 plus 1 10 deməkdir. Yəni 3 üstü 80 vurulsun 10. Bu şəkildə saldıq. Misalı, İndi bu məndən 10%-ni tapmağımı istəyir. 10%-ni tapmaq üçün 10'a vurub böləcəyik 100'ə. 100'lər getdi, qaldı 3 üstü 80. Cavab Y bəndi. Baxırıq ikinci suala. Deyir ki, düz xətt üzərində qeyd olmuş 10 nöqtənin əmələ gətirdiyi parça sayı. Parça sayı n vur n çıx 1 böl 2'dir. 10 nöqtə isə 10 vurulsun 9 bölünsün ki 45 eləyəcək. Şua sayı 2 vurulsun n'dir. 10 nöqtə isə 2 vurulsun 10 eləyəcək 20. Parça şuadan neçə vahid çoxdur dediği üçün çıxırıq. 45'dən çıxırıq 20'ni. O da eləyir. Nə qədər? 25. Vahid çoxdur. Cavab A bəndi. Uşaqlar, A kvadrat plus 9 ifadəsinin ən kiçik qiymətini tapın. Baxın, A kvadratı ən kiçik nə ola bilər? Ümumiyyətlə kvadrat ən kiçik nə alır? 0 alır. Mənfi ala bilmir. Çünki mənfi ədədin kvadratı müsbət eləyir. Ən kiçik 0 aldığı üçün 0 plus 9 bərabər 9. Ən kiçik qiymət 9 B bəndi. Dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, bərabərsizliyində A-nın ən böyük və ən kiçik tam qiymətlərinin hasilini tapın. Deməli, A 2 tam 3'də 1 ilə 7 tam 4'də 3 arasında yerləşir. A'nın modulu. Bizə deyir ki, bu bərabərsizlikdə A'nın ən böyük və ən kiçik tam qiymətləri. A ən böyük ola bilər 7 müsbət ədəd olaraq. Yəni bilirik də 7 7 tam 4'də 3'dən kiçikdir. Bizdən tam qiymət soruşduğu üçün 7 dedik tam olaraq. Ən kiçik də eyni bunu 7'nin mənfisi ola bilər də mənfi 7. Çünki modulda müsbət 7 də mənfi 7, yəni 7 deməkdir də. Ən kiçik deyəndə mənfi 7, ən böyük deyəndə 7. Bizim bunların hansını soruşur? 7 vurulsun 7, cavab olacaq mənfi 49. Modul olduğu üçün yenə deyirəm, mənfi müsbətdə də onsuz da, yəni modul mənfini itirir. Baxa 5-ci. Uşaqlar, qonşu bucaqların cəmi 180 dərəcədir. Bizə bucaqlardan birini verib qonşusunu istəyir. Yəni biz 180 dərəcədən çıxmalıyıq 83 dərəcə, 17 dəqiqə, 38 saniyəni. Bilirik ki, 1 dərəcəmiz 60 dəqiqədir. 1 dəqiqəmizin də 60 saniyə olduğunu bilirik. Bu ikisini əzbər bilirik. Baxın, indi 180 dərəcənin birini silirəm. Yazıram 179 dərəcə. 1 dərəcənin yerinə yazıram 60 dəqiqə. Dəqiqənin altında dəqiqə, saniyənin altında saniyə olsun deyə. Baxın, indi 60 dəqiqədən də 1 dəqiqə silirəm. Yazıram 59 dəqiqə. 1 dəqiqədə 60 saniyədir. Axı, burada yazıram 60 saniyə. Saniyəni saniyədən, dəqiqəni dəqiqədən, dərəcəni də dərəcədən çıxıram. 60 çıxılsın 38. Eləcə 22 dəqiqə. Sonra 59. Üzrsən bu saniyədir. 59 dəqiqədən 17 dəqiqəni çıxanda bu eləcək 2, bu eləcək 4. 42 dəqiqə. Sonra 179'dan da 83 çıxanda bu deyəcək 96 dərəcə. Y bəndi. 6-cı suala baxaq. 6-da bərabər tərəfi 3 bucağın tənböləni verilib, bu 3 bucağın perimetrini deyir. Bərabər tərəfi 3 bucağın bütün tərəfləri bərabərdir, bütün bucaqları bərabərdir, yəni bütün bucaq 60 dərəcədir. 60, 60, hamısı 60'dır. Bu da 60'dır. Uşaqlar deyir tənbölən. Biz bilirik də, bərabər tərəflidə həm median, həm hündürlük, həm tənbölən bütün təpələrdən çəkiləndə eynidir, bərabərdir. Fərqi yoxdur. İstəyirsən A təpədən çək, istəyirsən B-dən, istəyirsən C-dən, hamısı bir-birinə bərabər olacaq. Bu mənə deyir tənbölən. Tənbölən deyirsə 60'ı 30-30 bölürəm. Bilirəm ki, tənbölən həm mediandır, həm də hündürlükdür. 5 kök altında 3. Buradan fikir verin.
buna deyək BK tutaq ki. ABK üçbucağına baxın. ABK üçbucağı düz bucaqlı üçbucaqlı, düzdürmü? 60 dərəcəlinin qarşısında durub 5 kök altında 3. 30 dərəcənin qarşısında deməli 5 dururmuş. Çünki 30 dərəcəlinin qarşısında duranın kök 3 misli 60'ı verir. 30 dərəcənin qarşısı 5-dirsə, deməli 90 qarşısı 10. Çünki 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısı olur. Əgər bura 5-dirsə, hipotenuz 10 olmalıdır. Bu da məndən perimetr soruşur. Bərabər tərəflidir də. AB 10'dursa BC də 10'dur. Bu da 5, 5, 10 eləyir. Perimetrdə P bərabər 3 vur A-da, yəni 30. Deməli 144 bölü 64 kəsirinin tam hissəsi ilə kəsir hissəsinin hasilini tapın. Qarışıq kəsirdir. Düzgün olmayan kəsirdir. Qarışıq kəsirə çevirək də. 144 bölək 64-ə. 2 dəfə 128. 14 çıx 8. 6. 3 çıx 2. 1. 16. Oldu 2 tam 64'də 16. 16 ilə 64'ü 16'ya çarparsaq 1, 4. 2 tam 4'də 1. Tam hissəmiz 2, kəsir hissəmiz də 4'də 1. Hasil deyəndə vururuq da 2'də 1. Yəni 0 tam 10'da 5. Cavab B. Şöyle baxın, deyir ifadənin ən kiçik qiymətini tapın. Baxırıq bax burada. A çıx 3'ün kvadratı. Kvadrat ən kiçik nə ola bilər? 0 ola bilər. A-nın yerinə 3 yazsam 0 ala bilərəm, bəli. Çünki 0-dan başqa kvadrat 1, 2, yəni müsbət ədədlər alacaq. Mənə isə sonda ən kiçik cavab lazım olduğu üçün mən kvadrat görəndə 0 götürürəm. Amma içəri baxıram, görürəm ki, burada A-dır. A-nın yerinə 3 yazsam 0 ala bilərəm. Aha. Gəldim burada, baxıram kvadratdır. Görürüm bu ifadə ən kiçik 0 ala bilər. Hə, B-nin yerinə 4 yazsam 0 ala bilər. İndi 0 plus 0 0 eləyir, yerdə qaldı 11. Deməli bu ifadənin ən kiçik qiyməti 11 imiş, A variantı. Uşaqlar 9-cu sualda deyir ki, bərabər yanlı 3 bucaqda oturacağa bitişik bucaq 30. Bizə bilirik də bərabər yanlıdırsa oturacaqdaya bucaqlar bərabərdir. 30 30. 60 getdi, qaldı bura 120 dərəcə. Bu mənə deyir ki, oturacaq 6 santimetrdir. 3 bucağın perimetri neçə santimetr olar? Ümumiyyətlə bunun başqa cür də həll eləmək olar. Bir də sadəcə bunu deyim. Əgər təpə bucağı 120, bu da bərabər yanlıdır, 30 30'dursa, bu tərəflər A A'dır, bərabər yanlıdır, oturacaqdaya bucaqlar bərabərdir. Onda 120 ilə üz-üzə duran olur A kök 3. Yadınızda saxlayın. Yəni tərəfin kök 3 misli olur. 120 30 30 olanda yadınızda qalsın. Tərəfin kök 3 misli olur. Bunu o şəkildə eləmək olar. Baxın 120'nin qarşısı 6-dırsa, tərəflərə A A desək, deməli bu 6 A kök 3 imiş. A kök altında 3 6'dırsa, A olacaq 6 bölünsün kök altında 3. Aha, bizdən nəyə soruşur? 3 bucağın perimetrini soruşur. Perimetrimiz nə olacaq? P bərabərdir. A plus A, yəni 2 vur A, üstə gəlinsin. Burada verilmişdir bizə 6 kimi. 2 vurulsun 6 böl kök 3 plus 6. Hesablayaq, nə qədər olacaq? 2 altım 12, 6 tam, bu da 12, bu da kök 3. İrasionaldan azad eləyə bilərik. İrasionaldan azad edək, vuraq kök altında 3'ə, bu da kök altında 3. Bərabərdir. Bunu heç 6 tam eləməyək. Hələ ki 6 bölü saxlayaq. Çünki cavablara baxıram ki, cavablar belə yazılıbdır. Baxın. 12 bölünsün kök altında 3 idi. Qoşmasına vurdum. 6 plus məxrəcdə 3. Sürətdə 12 vur kök altında 3. Sar getdi 4. 6 plus 4 kök 3. Cavab oldu C bəndi. 10-cu sualda çevrənin radiusu 80% artırsaq, uzunluq necə dəyişər? Çevrənin uzunluğu C bərabər 2 vur pi vurulsun R-dir. Baxın uşaqlar, uzunluqla radius düz mütənasibdir. Yəni radius artanda uzunluq da artır, yaxud əksinə azalanda uzunluq da azalır. İndi əgər radius 80% artırsa, çevrənin uzunluğu düz mütənasibdir. O da 80% artacaq C bəndi. Baxın 11-ci suala. Deməli, aşağıdan 14'ü ortaq vuruq kimi çıxardaram çölə məxrəcdən. X plus 4 qalar. Sürətə 4x kvadrat çıxılsın. 64 verilibdir bizə. Bunu açıb yaza bilərəm. Yazaram 2x çıx 8.
2x çıx 8. 2x plus 8. Hadi. Sakit. 2x plus 8. Sonra baxın, məxrəcdəki x plus 4-ü görürəm, düzdür? Sürətdə 2x plus 8-dən 2-ni ortaq vuruq kimi çıxardaq çölə. 2 vurulsun, x plus 4 qaldı. 2x çıx 8 isə olduğu kimi yazıram. Məxrəcimizdə 14 vurulsun, x plus 4. X plus 4-lər gedir ixtisar. 2 ilə 14 də gedir 7. Məxrəcdə qaldı 7. Sürətdə 2x çıxılsın 8. Oradan da 2-ni çölə çıxardır. C variantına baxın. 2-ni çıxardır. Ortaq vuruq kimi mötərizə xaricinə. Bu şəkildə yazırdı. Cavab C bəndi. Uşaqlar, bərabər tərəfə 3 bucağın daxilinə çəkilmiş çevrənin radiusu kiçik R bərabər olur. A bölünsün 2 kök altında 3-ə. Bu mənə daxilə çəkilmiş çevrənin radiusunu verir. 2 kök 3 yazıram. 2 kök 3 bərabər A bölünsün 2 kök altında 3. Yəni R'in yerinə yazdım 2 kök 3. İndi A-nı tapanda nə edəcəyik? 2 kök altında 3'ü vururuq 2 kök altında 3'ə. A bərabərdir 2 2 4. Kök 3 vurulsun kök 3 deyir 3. Tərəfimiz oldu 4 12. Perimetri soruşur. Bərabər tərəflidə perimetri 3 adı. 3 vur 12 cavab 36. 13-cü suala baxırıq. Banu bir pizzanı 8 dilimə bölüb 3'ünü yeyir. Banu bir pizzanı 8 dilimə bölüb 3'ünü yeyərsə, 8 dilimə bölüb 3'ünü, yəni 8-dən 3'ünü. Yoxsa eyni pizzanı 9 dilimə bölüb 4'ünü yeyərsə, yəni 9-dan 4'ünü. Daha çox yemiş olar. Müqayisə eləməyimizi istəyir. 8 ilə 3 arasındakı fərqə baxın, uşaqlar, 5'dir. 9 ilə 4 arasındakı fərqə baxın, 5'dir. Baxırıq, kəsirlərimizin aralarındakı fərqi eynidir. Özləri də düzgün kəsirdir. Əgər düzgün kəsirdirsə, hansı kəsirin rəqəmi böyüdürsə, o kəsir böyüdür. Yəni 9-da 4 böyükdür, 8-də 3-dən. Hansını yesə daha çox yemiş olar? 9-da 4-ün A bəndi. Ştrixlənmiş də, yəni rənglənmiş hissədir. Necə ifadə olunar? M-lə N-in kəsişməsidir. Baxın, M-in və N-in içərisində olan hissədir, kəsişmədir. Amma oradan K-nı baxın, K ağdır. K-nın içi qaralanmayıb. K-nı çıxardıb. Elə bir M-lə N-in kəsişməsindən K-nı çıxartmışıq. Burada variant B variantı. Əgər K daxil olan hissədə qaralansaydı, üçünün də kəsişməsi olacaqdı. Amma bu K-nı çıxardıb. Tam hissəni deyir tapın. 27'ni yazarıq 9 vurulsun 3. Plus 48 yazaram 16 vur 3. 75'i yazaram 25 vurulsun 3. Və 108 yazarıq 36 vur 3. 9'dan çölə 3 çıxır, kök 3 qalır. 16'da kök altından 4 çıxır, 3 qalır. 25'dən çıxır 5, 3 qalır. 36'dan çıxır 6, 3 qalır kök altında. Kökləri çıxardım mötərizə xaricinə. 3 plus 4 plus 5 çıx 6. 12 çıx 6, 6 eləyir. 6 kök 3. Baxın, bunun tam hissəsini tapın. Çox uşaqlar çaşır, deyirlər 6. Yox, 6 kök altında 3. Bax, bu ədəddən tam hissə tapırıqsa kök altına salırıq. 6'nın kvadratı vurulsun 3 kimi. Bu eləcə nə qədər? 36 vur 3, 108. Bax, bunun bizdən tamı soruşur. 108 nə ilə nəyin arasında yerləşir? 10'la, yəni kök altında 100 ilə 11'in kök altında 121'in arasında yerləşir. 10 və 11 arasında yerləşirsə tam 10 tam neçəsidir də? Yəni tam 10'dur B bəndi. Sonra kəsrin mənası yoxdur deyəndə məxrəci 0-a bərabər götürürük. Yəni A bərabər 3 olsa məna yoxdur. Desəydik ki, kəsirin qiyməti 0-a bərabərdir. Onda sürəti 0-a bərabər götürəcəkdik. Deyəcəkdik ki, A bərabərdir -3 qiymətində, kəsirin qiyməti 0-dır. Deməli, sürəti 0-a götürürük, kəsirin qiyməti 0 olanda, məxrəci 0-a bərabər götürürük, məna olmayanda. Burada bizim cavabımız oldu 3. 3 bucaq bərabərsizliyinə görə bilirik ki, 3 bucağın bir tərəfi digər iki tərəfinin fərqinin modulu ilə cəmi arasında yerləşir. Yəni burada x 17 çıxılsın 12.
5 ilə 17 plus 12 29'un arasında yerləşən bir ədədlərdir də. Yəni bu mənə deyir ki, perimetrin ala biləcəyi ən böyük. Burada x ən böyük nə ola bilər? 28. Perimetrin ala biləcəyi ən böyük qiymət 28 plus 12 plus 17. Bu eləcək 40, 40 plus 17, 57. Maksimum 57 ala bilər. Şuralar baxın, deyir ki, A və B paraleldirlər. Şəkil bu cür verilib, x-i tapaq. Düzümün düstur şəklində 140 ilə 120-ni toplayıb, 180 çıxıb x-i tapa bilərsiniz. Amma digər yolu budur ki, baxın, bu mən buna bu çıxıntı deyirəm də mən bu hissəyə. Baxın, bu hissədən bir dənə düz xətt çəkək. Paralel olacaq. Bax, bu A ilə bu xətt paraleldir. Bunlar daxili bir tərəfli bucaqlardır da. 140-dırsa bura nə düşəcək? 40. Yenə bunlar da paraleldir. Bu isə 120 ise bura olacaq 60. 40, 60, 100. Ümumilikdə 180 dərəcə dəxi açıq bucaqdır. X-a qaldı 80 dərəcə. Şuralar 19-cu sualda 4 bölünsün 4 üstü mənfi 1. 4 bölünsün 4 üstü mənfi 1. Mən ayrı-ayrı yazıram ki, siz tam başa düşəsiniz. Yəni 4 bölünsün 4 üstü mənfi 1, 1 böl 4 deməkdir. 4 vurulsun, bölmə olur vurma. Yer dəyişir. 1-də 4, bu olur 16. Məsələn, 4 üzərində mənfi 2 isə bunu 1 bölünsün 4 üstü 2 yazırıq. Mənfi 1 isə 1 bölünsün 4 üstü 1 yazırıq. O da 1 böl 4 deməkdir. Mən birbaşa yazdım. Aha. Eyni şəkildə 3 bölünsün 3 üstü mənfi 1 yazacaq. O da olacaq 3 bölünsün 1 böl 3. 3 vurulsun 1-də 3, yəni 9. Açıq yazıram ki, yəni qaranlıq bir şey qalmasın. Birinci mötərizəmiz oldu 16 plus 9. Bölünsün 2/5. Yəni 25 bölünsün 2/5 nədir? 10/25. Yenə bərabər qoyuram. 25 bölmə olur vurma. 25 məxrəc, 10 sürət. İxtisar getdi, aldıq 10. Yəni 10 da vuracaq 0/6-ya, cavab 6. Şuralar a kvadrat plus 1 böl 4a kvadratını bizdən soruşur. Verib bizə a plus 1 böl 2a bərabər 4'ü. Görürük ki, bunu almaq üçün bu ifadəni kvadrata yüksəltməyim lazımdır da. A kvadrat plus 2 vurulsun a vurulsun 1 böl 2a və plus 1 böl 2a'nın kvadratı, yəni 4a kvadrat. Bərabərdir 16. A'lar gedir, 2'lər də gedir. Qalır 1. A kvadrat plus 1 böl 4a'nın kvadratı bərabərdir 16. Bu 1'i keçirdirik. Bərabərliyin sağına çıx 1 olur 15. Axtardığımız cavab 15. A'nın yerinə aparıb mənfi 7 qoyacaq. Bura mənfi 7 qoysam, 2'ni mənfi 7'yə vuranda mənfi 14 plus 6. Modulun içərisi olacaq. Deməli nə? 16'dan çıxacaq. 14'ten çıxacaq 6'nı. Qarşısından böyük işarəsi mənfi 8 olacaq. Moduldan mənfi çıxmır. Yazacağım 8 çıx 8. Bərabərdir 0. 8 çıx 8 0 edir. Cavab 0. 22-ci sualı hesablayaq uşaqlar. 4 plus 0 tam dövrdə 4, yəni 9'da 4. Dövrdəki ədədlərin sayı qədər 9. Dövrənən ədədi də yazırıq surətdə. X bölünsün 4x çıxılsın 1 bərabərdir 3 böl 8. Və çarpaz vuraq. Çarpaz vuraq uşaqlar. Adi hesabda da 8 vurulsun 4 plus 4 bölünsün 9x bərabərdir 3 vurulsun 4x çıxılsın 1. 4 8'im 32 plus 8 4'üm 32 x bölünsün 9 bərabərdir 3 4'üm 12 x çıxılsın 3. X'lar bir yerə yıxsam 9'da 32 x çıxılsın 12 x bərabərdir mənfi 3 çıxılsın 32. Bir yazıram 9 32 x çıxılsın 108 rəsmi 108 x bərabərdir mənfi 35'ə. Deməli sürətdə 32 x çıxılsın 108 x 108'den 32 çıxacaq 76 mənfi 76 x
böl 9 bərabər mənfi 35. Çarpaz vuranda mənfi 76 x bərabərdir. Mənfi 35 vurulsun 9. Mənfilər ixtisar gedəcək. Qalacaq x bərabərdir. 35 vurulsun 9 bölünsün 76. Yəqin ki, sizə imtahanda belə pis rəqəmlər düşər, yoxsa yox. Burada biraz cavab böyük cavab alınır. 76'da 9 5'im 45. 4 yadda 9 3'üm 27, o da 4 31. 76'da 315. Düzgün olmayan kəsirdə qarşı kəsirdə çevirib yaza bilərsin. X alındı bu cavab. Ola bilər ki, vurmada falan səhv eləyərəm. Yəni yolu isə budur. Şöyle 23. məsələnin şəklini çəkdim. Deyir, M-in və B-si arasındakı məsafəni tapın. Gördüyünüz kimi M AB-nin orta nöqtəsidir. N də AC-nin orta nöqtəsidir. Belə çıxır ki, M-in orta xəttir. AB-miz ümumi 16'dır. Yarı bölünübsə, bura 8, burada 8 düşəcək. AC-miz 12'dirsə, burada düşəcək 6, burada düşəcək 6. BC-ni bizə 20 verib, orta xətt olduğu üçün M-in 10'dur. Lap heç orta xətt kimi baxmasaq da görərik ki, burada Pifagor teoremi var da. 6, 8 kvadratə yüksəldəndə 64 + 36 100'ü verir, onun kvadratıdır. Bizdən soruşur ki, M və BC arasındakı məsafə. Necə? M ilə BC arasındakı məsafə. M-dən BC-yə qədər olan məsafəni soruşur da. Elə bir bu hündürlüyü istəyir. Bu hündürlüyü tapmaq üçün biz ümumi hündürlüyü taparıq. Bütöv hündürlüyü. Da hündürlükdə. Bütöv hündürlüyü taparıq, çıxarıq. AMN üçbucağının hündürlüyü. Bütöv hündürlüyü h-ı tapmaq üçün katetlər hasili bölünsün hipotenuz. Katetlərimiz 16 vurulsun 12 bölünsün hipotenuzumuz 20. 4'e ixtisar yaparsam 4 5 olacaq, 5'də 48. Bu nəyin hündürlüyüdür? ABC üçbucağının hündürlüyüdür. Mən, baxın uşaqlar, bütöv hündürlüyü tapdım bu qədər. Bu hissənin hündürlüyünü taparam. Görüm AMN üçbucağında, üçbucaq AMN-də hündürlük nə qədərdir? Yazıram buradan. H bərabərdir. Yine katetlər hasili 6 vur 8 bölünsün hipotenuz 10. Bu da oldu nə? 6 8'im 48 bölünsün 10. Sonra uşaqlar ümumidən, yəni ABC-də tapdığımız 48 bölünsün 5'dən çıxarıq. Baxın bu məsafəni də bizə lazım olan buradır. Bax, bura x deyirəm. Bu hündürlüyü tapdıq, 48 böl 10. Çıxıram, 48 böl 10'u. Ortaq məxrəci 10'dur, 2 düşür. 96'dan 48 çıxanda eləyir 48. 48 böl 10, yəni 4,8'dir cavab. Bütöv hündürlüyü tapdıq. Katetlər hasili bölünsün hipotenuz düsturundan. Sonra yuxarıda gördüyümüz üçbucağın hündürlüyünü tapdıq. Çıxdıq ümumi hündürlükdən, aldıq bu hissəni. Uşaqlar, 24-cü sualda fikir verin, bax bu müxtəsər vurma düsturudur. X plus y-in kvadratıdır. Çıxılsın z-in kvadratı bərabər 23. Biz bunu kvadratlar fərqi kimi açsam, x plus y çıx z, x plus y plus z bərabər edirəm 23'ə. 23 sadə ədəddir. 1'ə və özünə bölünür. Yəni 1 vurulsun 23 kimi yazmaq olar da 23'ü, düzdür? Belə olanda həmişə çıxmanı kiçiyə də bərabər edirik. Cəmi isə böyüyə də. Yəni x plus y çıx z bərabər 1 götürürük. X plus y plus z bərabərdir 23 götürürük. Alt-alta toplayanda z'lər gedəcək. 2x plus 2y bərabər olacaq 24'ə. X plus y buradan oldu 12. Bizə x plus y'imiz hazırdır. Z'imizi də ki, baxın z'dəki x plus y birinci qolda yerinə qoyaq. Çıx z bərabərdir 1'ə. X plus y 12 isə z'də nə qalır? 11. Düzdür? Z'də 11. Aparıb yerinə qoyuruq misalda 2 vur 12 eləyir 24. 3 vur 11 33. Bizə verilib istəyir bizdən 2 vur. 2 vur x plus y plus 3z.
2 vurulsun 12, 24. 3 vurulsun 11, 33. Cəmləyəndə eləyəcək 7, 57. Uşaqlar 25-ci sual həndəsi ortadır. Ədədi ortada, məsələn 3 də ədədin ədədi ortasını tapanda toplayırdıq, bölürdük 3-ə. Həndəsi ortada 3 ədədin həndəsi ortasını tapırıqsa, vururuq kök altında. 3 ədədsə dərəcəyə yazırıq 3. Burada da 4 olsa 4 yazırıq, fərqi yoxdur. Həndəsi ortası 4 olan 3 natural ədəd verilib. Bu 3 ədədin hasili hansı ədədin kvadratıdır? Həndəsi ortamız 4'dür, 3 dənə natural ədəddir. Necə yazaq? 3-cü dərəcədən x vur, y vur, z yazaq. Həndəsi ortamız 4'dür. Hər tərəfə kuba yüksəldirik. Kök gedir. Qalır x vur, y vur, z. Bərabər 4'ün kuba edir 64. Deyir bu 3 ədədin hasili, yəni 64. Nəyin kvadratıdır? 8'in kvadratıdır. 8'in. Bu qədər uşaqlar. Ümid edirəm ki, hər şey aydın oldu. Növbəti sınaq izahlarında inşallah yükləyəcəm hər birinin ardıcıl olaraq kanala. Sağ olun.